Salam hörmətli izləyicilərim. Bugün sizə bu cür həm asan toxunan, həm də çox gözəl görünən bir naxışın toxunmasını istəyirəm göstərim. Bu sapım 100 qramlıq 350 metrəlik sapdır. İlməklər də ki 2-2 cüt-cüt yığılan ilməklərdir. Bundan da kofta, jilet, ceket, nə istəsəz toxuya bilərsiniz. Bu formada belə naxışdır. Yay koftalarına da toxumaq olar. Yəni çox qalın deyil, yaxşıdır. Rezinka hissəsində belə toxumuşam. Kim necə istəyir, hələ də toxuya bilər. İndi mən bunu qısa formada yığacam milimin üstünə göstərmək üçün. Çox asan toxunan bir naxışdır. Belə bir sapımı götürürəm. Milimin üstə qısa formada yığıram. İki, üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek yığacağım. 16 ilmek bəs eləyir naxışı göstərmək üçün. Buradan da bir düyün atıram. Artıq da kəsirəm. İndi mən rezinka toxuyan deyiləm. Bura düz üzdən bütün ilməkləri hamısını tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Tərs üzdən də yenə bütün ilməkləri tərs toxuyuram. İndi düz üzdən birinci ilməyi götürürəm. Kənar ilməyi tərs toxuyuram. Sonra bu iki ilməyin arxa tərəfindən bir ilmək götürüb, sonra iki ilməyin içindən bir ilmək çıxardıram. Yenə bu iki ilməyin arxa tərəfindən bir ilmək götürürəm. İki ilməyin içindən bir ilmək çıxardıram. Yenə bir ilmək çıxardım, iki ilməkdən sonra iki ilməyin içindən bir ilmək çıxardım. Sıranın axıra qədər bu formada toxuyuram. Yenə iki ilməkdən sonra bir ilmək çıxardım. İki ilməyin içindən yenə bir ilmək. Kənar ilməyi də tərs toxuyuram.
Tərs üzdən yenə bütün ilməkləri hamısını tərs toxuyuram. İndi burada yenə düz üzdəyik. Düz üzdən yenə kənarı tərs götürürəm. Bu ilməkləri birinci sırada necə eləmişdiksə, bu formada yenə toxuyuram. 2 ilməkdən sonra bir ilmək çıxardıram. Sonra 2 ilməyin içindən bir ilmək yenə çıxardıram. 2-dən 2. Bu sıranı da birinci sırada necə toxumuşduqsa o formada da toxuyuruq axıra qədər. Kənar ilməni yenə də tərs toxuyuram. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Tərs üzdən bütün ilməkləri hamısını tərs toxuyuram hər sırada. Yəni başqa heç bir dəyişiklik olmur. Bura düz üzüdür. Düz üzdən yenə indi bir sıra tərs toxuyuram hamısını. Formada. İndi tərs üzdən yenə bütün ilməkləri hamısını tərs toxuyuram. Belə. İndi yenə bu üzdən bütün ilməkləri düz toxuyuram. Tərs üzdən yenə hamısını tərs toxuyuram.
formada. İndi buradan düz üzüdür. Bütün ilməkləri hamısını tərs toxuyuram. İlməklər hamısı düzdür. Ancaq hamısını tərs toxuyuram bu yüzden. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Formada toxudum. İndi buradan necə toxumuşduqsa başlayanda buradan yenə eyni şeyi təkrar edirik. Formada elə bu boşluğu toxudum. İndi buranı təzədən başlayırıq eyni şeyi. Sonra yenə bu sırandan, yenə buradan, yenə bundan belə toxuyuruq axıra qədər. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər.